Qabillə Habilin qurbanlıq dastanında nə üçün Qabilin qurbanı qəbul olunmur? Deyirlər ki, o, heyvanların içində axsağını, xəstəsini, zəifini aparmışdı. Habil isə ən yaxşısını seçib vermişdi. İlk qurbanlıq dastanında qurbanın qəbul olunmaması səbəbi qurbanın keyfiyyətsizliyi idi. Ona görə də müstəhəbdir qurban kəsəndə heyvan sağlam olsun, canlı olsun, keyfiyyətli bir şey qurban verməyə alışdırır insanı. Qurbanlığın fəlsəfəsi budur. Dəyərli bir şey verməyə. Can əziz deyilsə, həyat əziz deyilsə, keyfiyyətli deyilsə, aparıb məşuqa təqdim eləmək ədəbsizlikdir, tərbiyəsizlikdir, elə bir qurban vermək. O qurbanı insandan qəbul eləməzlər. Mən bilsəm ki, sabah şəhid olacam, bugün canıma baxmalıyam.